Salam, hər vaxtınız xeyir olsun. Biz bugün 6-cı sinif coğrafiya iş dəftərindən bölmə 1.2 məkanın miqyası fərqlənir mövzusu çalışmalarına baxacaq. Gəlin vaxt itirmədən birinci çalışmaya baxaq. Bizdə məkanın miqyaslarına onlara uyğun ifadələr birləşdirin. Baxın, bizdə lokal, regional, qlobal miqyas verilmişdir. Biz buna açar sözlərini bilməli bu cür çalışmalar işləyən zaman. Gəlin mətnləri oxuyaq və açar sözləri tapaq. Hadisə və proseslər dünya səviyyəsində və bir-biri ilə əlaqədə baş verməsidir. Baxın, burada dünya səviyyəsində deyirsə, bu qlobala aid olacaq. Yəni, açar sözümüz burada dünya səviyyəsindədir. Daha sonra hadisə və proseslərin qonşu ölkələr miqyasında baş verdiyi orta ölçülü ərazidir. Baxın, qonşu ölkələr, daha sonra orta ölçü ərazilər gördükdə biz regionalı götürəcəyik. Daha sonra hadisə və proseslərin baş verdiyi yaşadığımız kiçik ərazilərdir. Baxın, kiçik ərazilərdirsə, baxın, bu lokala aid olacaq. Açar sözlərimizi təkrar. Lokalda oldu kiçik ərazilər, sonra regionalda oldu qonşu ölkələr, orta ölçü ərazilər, qlobal aid oldu dünya səviyyəsində. Daha sonra ikinci çalışmaya baxaq. Aşağıda Amazonda baş verən yanğınlar nəticəsində itirilən meşə sahələr göstərilir. 2004-2019-cu illərdə arasında dəyişmiş qrafik göstərilmişdir. Qrafik əsasən sualları cavablandırır. Baxın, biz görürük ki, 2004-cü ildə maksimum həddə olub. 2019-a qədər azalmaya başlayır. Baxın, fikir verirsiniz. Onda biz bura nə yazacaq? Aydır 2004-2019-cu illər arasında itirilən meşə sahəsi necə dəyişmişdir? Yəni, meşə sahəsi, yəni itirilən meşə sahələri azalmaya doğru getmişdir. Yəni, bura biz yazacaq, itirilən meşə sahələri azalmaya doğru getmişdir və yanğınları daha nəzarət edilməyə başlanmışdır. Daha sonra üçüncü çalışmaya baxaq. Amazon meşələrinin olduğu ölkələrə aid nümunələr ver və məkanın hansı miqyasına uyğun gəldiyini yaz. Gəlin biz Amazon meşələri hansı ölkələr arasında düşür? Baxın, Braziliya, Boliviya, Peru, Ekvador, Kolumbiya, Venezuela, Guyana, Surinam. Baxın, bu ölkə arasında düşür. Və bu ölkə arasında düşdüyü üçün də demişdik, açar sözümüz nədir? Qonşu ölkələr verilir burada. Yəni, bu da oldu nə? Regional miqyasa aid oldu. Gəlin bir də təkrarlayaq. Gör, hansı ölkələr arasında düşdü? Braziliya, Boliviya, Peru, Ekvador, Kolumbiya, Venezuela, Guyana və Surinamın ərazilərinə düşdü. Və ölkələr bir neçə ölkə arasında düşdüyü üçün bu olacaq nə? Regional miqyas. Daha sonra 4-ə baxaq. Meşələrin sahələrin məhv olması, lokal və qlobal səbəblərini izah et. Lokalda nə ola bilər? Məsəl üçün, meşələrdə sinif kitablarında da verilmişdir ki, yəni orada əgər görsəz, orada məsələn qanunsuz insan fəaliyyəti, sonra meşə yanğınları, yəni bu insan fəaliyyəti nəticəsində yarana bilir. Lokala bu oldu. Qlobala da biz nəyə misal çəkə bilərik? Məsələn, qlobal istiləşməyə misal çəkə bilərik. Daha sonra iqlim dəyişikliklərini biz buna misal çəkə bilərik ki, meşə yanğınlarının baş verməsinə səbəb olur. Daha sonra biz 5-ci çalışmaya baxaq. Verilən ifadələrə uyğun məkanların miqyaslarının cədvəlini yaz. Baxaq, Şuşa şəhərində zəngin tarix abidələri vardır. Bu lokal olacaq. Sonra Azərbaycan kənd təsərrüfatı üçün əlverişli şəraitə malikdir. Bu regional olacaq. Burada Azərbaycanın necə deyirlər, bir bölgəsi verilmiş, bütöv Azərbaycan verildiyi üçün bu regional olacaq. Daha sonra koronavirus xəstəliyi 2020-ci ildə bütün dünya qitələrdə yayılmışdı. Bu oldu qlobal. Çünki fikir verirsə, bütün qitələr deyir, yəni dünyanın nəzərdə tutur, olacaq bu qlobal. Daha sonra bağda müxtəlif meyvə ağacları vardır. Yəni, bağ kiçik ərazi olduğu üçün bu olacaq lokal. Ölkəmiz qonşu əlaqələrlə iqtisadi əməkdaşlıq edir, bu olacaq regional. Qonşu ölkələrlə, baxın, açar sözdür burada, qonşu ölkələr. Daha sonra, baxın, bağ deyir, yəni kiçik ərazi deyir, bu olacaq lokal, bu olacaq regional. Daha sonra fikir verirsə, bütün qitələr deyir, yəni dünyanın nəzərdə tutur, olacaq regional. Azərbaycan, bütöv Azərbaycan nəzərdə tutur, oldu bu regional. Daha sonra nəqliyyatın inkişafı, beynəlxalq ticarəti sürətləndirmişdir. Baxın, burada beynəlxalq deyir, bu olacaq qlobal. Gəlin bir də təkrarlayaq. Baxın, Şuşa şəhərinə zəngin tarixi abidələri vardır. Bu oldu lokal. Niyə? Şuşa şəhəri bir ərazini təmsil edir və kiçik ərazini təmsil edir. Daha sonra Azərbaycan kənd təsərrüfatı əlverişli şəraitə malikdir. Bütün Azərbaycandan danışdığı üçün bu olacaq regional. Koronavirus xəstəliyi 2020-ci ildə bütün qitələrdə yayılmışdır. Yəni, bütün qitələr deyilsə, yəni dünyanı nəzərdə tutur. Bu olacaq qlobal. Bağda müxtəlif meyvə ağacları vardır. Yəni, bağ kiçik ərazi olduğu üçün lokala gedəcək. Ölkəmiz qonşu ölkələrlə iqtisadi əməkdaşlıq edir. Bu nə olacaq? Qonşu ölkələr deyir.
bu olacaq regional. Nəqliyyatın inkişafı beynəlxalq ticarəti sürətləndirmişdir. Beynəlxalq deyirsə, bu olacaq qlobal. Daha sonra 6-ya baxaq. Ağdam Cümə Məscidinin məkanda əsasən hansı xüsusiyyətlərinə görə qiymətləndirin? Baxın, siyasi olmaz, siyasi ekoloji olmaz. Sonra təbii deyil, yəni insan tərəfindən yaradılıb, adı gedir. Baxaq, müasir və mədəni də deyil, yəni bu olacaq nə? Tarixi və sosial iqtisadi abidə, yəni tarixi abidədir göründüyü kimi. Və burada qeyd olunur ki, insan tərəfindən yaradılıb və sosial iqtisadi təbii abidəyə daxildir. Yəni burada oldu düzgün cavabımız C. Daha sonra aşağıdakı xəritəyə isə sualları cavablandırın. Baxın, Ağdam verib, sonra Azərbaycan verib, sonra bütün dünya verib. Ağdam təsvir məkanı miqyasını uyğunlaşdırıb şəkildə qeyd et. Miqyaslarına uyğun təsvirləşdirib qeyd et. Baxın, birinci olacaq, A-da olacaq lokal, B-də olacaq regional, C-də olacaq qlobal. Daha sonra B-yə baxaq. Ağdamın iqtisadi baxımdan inkişafa doğru getdiyini nəzərə alsa, onun məkanın müxtəlif miqyaslarda necə dəyişdiyini izah et. Ağdam birincisi öz daxilində inkişaf edir, yəni şəhər daxilində inkişaf edir. Bu olacaq lokal inkişaf. Daha sonra inkişafı bütün Azərbaycan regionlarına təsir edir. Bu olacaq regional inkişaf. Daha sonra isə ərazidə iqtisadiyyat, ticarət canlandığı üçün ticarət yolları keçəcək. Bu da olacaq nə qlobal miqyasda, yəni qlobal miqyasda inkişaf olacaq. Daha sonra dərsimiz bu qədər. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Təşəkkürlər.